Xeyir olsun dəyərli izləyicilər. Təqdimat Masazır ərazisində 2-ci Araz marketdə qapısına qədər asfalt olan belə bir nəhəng top dağıtmaz evimiz 6 sot torpaq sahəsində yerləşir. 7 otaqdan ibarətdir. Əlavə olaraq da mansard hissəsi də var. Və nəzərə çatdıraq həyətyanı sahəsinin genişliyi. Bu evimizin yan tərəfinə olan hissəsinə düşən torpaq sahəsidir. Müxtəlif cür bar verən meyvə ağaclarına qədər hər biri var. Əkin sahəsi gördüyünüz bu hissə. Yəni tək olaraq evdən kifayətlənmir. Geniş ev axtarırsınızsa, torpaq sahəsi axtarırsınızsa, buyurub müraciət edə bilərsiniz. Yan tərəfdə gördüyünüz bu hissədə sanitar qovşaq hissəsi, əlavə əldam hissəsi, ayrıca boş torpaq hissəsi də bu hissədə çoxlu sayda ağaclarınızı əkə bilərsiniz. Və keçid edirik qarşı tərəfə evimizin ön tərəfinə. Döşəməsi görürsünüz ağlay daşla döşənilmə. Trap xətti, kondisioneri, hər biri var. Və nəzərdə çatdıraq ki, əşyalı satılır, amma istisnalar da daxildir. Müəyyən əşyalar çıxarılacaq. Bu maşın giriş hissəsi ayrıcanadır. Evimizin də qaraj hissəsi ayrıcana. Maşın, avtomobil daxil ola biləcək, 2 avtomobil daxil ola biləcək qədər genişliyi var. Əlavə burada belə bir hissə də nəzərdə tutulub. Burada bir avtomobil yerləşdirmək mümkündür. Və keçid edirik qarşı tərəfə. Qarşı tərəfdə olan evimizin giriş hissəsi. Evimizdə giriş hissəsi. Çox sağ olun, qapını açdınız. Təşəkkürlər. Xeyirli olsun Sadiq bəy. Dəhliz vasitəsilə geniş dəhliz hissəsidir ki, hansı ki sol tərəf hissədə belə bir genişlikdə qonaq otaq hissəmiz yerləşir. Buradan istisnalar nə varsa çıxarılacaq. Nələr çıxacaq buradan əzizim? Çox bir əşya qalacaq. Çox bir əşya qalacaq. Divan qalır. Bir dənə bu qədər. Termo götürüləcək, stol, masa, stol götürüləcək. Ola bilər ki, yaxşı qiymətlə razılaşsaz, qalmaq mümkündür. Kondisioner də ki, qaydasında yerində. Qalır o? Qalır. 3 pəncərə düşüb bir qonaq otağına. Təsəvvür edin, bir qonaq otağında 3 pəncərə. Kondisioner qoşma ehtiyac yoxdur. Hər ehtimal qoyulub. Və keçid etdik. Döşəməsi pol taxtadan ibarət. Və keçdik növbəti hissəyə. Qapılara nəzər yetirsəniz, vaxtı ikən bu qapıların birinə 1000 dollar pul verilib, yəni 800 manat. Hal-hazırda onu çevirdikdə 1600 manata başa gələn qapılardır. Tavan hündürlüyü. İşıqlanma zəif də olsa bunu artıra bilərsiniz. Qarşı tərəfdə əlavə olaraq 2 otaq hissəmiz də var. Bu bizim qaraj hissəmizdir. Hansı ki avtomobil rahat şəkildə yay-qış aylarında saxlayın, üstü bağlı, betonlu olan hissəsi. Növbəti olaraq otaq hissəmizə keçid edirik. Otaq hissəmizə keçid etdikdə bir çarpayı rahat şəkildə yerləşdirilib. Uşaq çarpayısı da var. Əlavə orada şifoneri də var. Dolabı da var. Və hər bir otağın havalanma sistemi qoyulub içdən. Yəni divar içindən havalanma sistemi qoyulub. Layihə əsasında tikilib. Ara kəsimlərə diqqət edirsinizsə qoşa daşdan ibarətdir. Pillələr hər biri fıstıq ağacından beton. Pillələr üstü də fıstıq ağacından yığılıb. Sanitar qovşaq hissəsinə keçid birinci mərtəbə hissəsində geniş ölçüdə duş kabini, unitaz, moydadır. Hər bir rahat şəkildə yerləşdirilib. Və keçid etdik növbəti. Dəhlizdən giriş hissədən nəzərinizə çatdıraq ki, dəhlizdən giriş hissəmizdə sağ tərəfdə də mətbəx hissəsi yerləşir. Sol tərəfdə bayaq göstərdiyim otaqlardır. Qonaq otaq hissəmiz, digər tərəfdə qaraj hissəsi, yan tərəfdə digər bir otağımız, yataq otaq hissəmiz və sanitar qovşaq hissəsi. İndi hal-hazırda geniş ölçüdə mətbəx hissəmizə daxil oluruq. Təsəvvür edin, 20 kvadrat ölçüdə bir mətbəx hissəsidir. Avadanlıqlar da var. Öz həyətinə baxan pəncərəsi rahat şəkildə. Hal-hazırda isti yay aylarından birini təsadüf edir, amma hal-hazırda evimiz sərindir. Yəni tam pəncərələr açılır, rahat şəkildə sərinliyi var. Keçid etdik növbəti. Pilləkənin alt hissəsində əldamı hissəsi nəzərdə tutulub və keçid etdik ikinci mərtəbə hissəmizə. İkinci mərtəbə hissəmizdə yerləşən çoxsaylı otaqlarımız. Əlavə olaraq da işıqlandırma üçün belə bir gün işığı düşsün deyənə forçkası da var. İkinci mərtəbəyə daxil olduğumuzda döşəməsi monolit betondur. Laqalar atılıb, kəmər fırlanıb, belə deyək, ümumi ikinci mərtəbə hələ kəmər fırlanıb, növbəti ikinci mərtəbə, üçüncü, hər birinə kəmər. Təsəvvür edin,
Çox möhkəm bir tikilidir. İkinci mərtəbəmizin dəhlizinə giriş etdikdə sağ tərəfdə bir yataq otaq hissəmiz, 2 çarpayılıq gənc odası kimi də istifadə edə bilərsiniz. Yəni uşaqlar böyüdükdə otağın kiçikliyindən narahat olmayacaqlar. Sizi də narahat etməyəcəklər. Digər bir otaq hissəmiz. Otaq sayı çoxdur. Buranı qardırob otağı götürə bilərsiniz və ya da iş otağı kimi eləyə bilərsiniz. Yəni hər təyinata uyğundur, belə deyək də. 2 dənə balkonumuz var. İkinci mərtəbə balkonu, mansard hissənin balkonu. Bu digər bir boş otağımızdır. Otaq sayı da çoxdur. Maşallah olsun. Bax görürsünüz, hər bir otağında dediyim kimi havalanma qoyulub. Daxili havalanma sistemidir. Yəni evin daş içdən havalanma sistemi qoyulub. Hələm evdə belə şeylər olmur. Şəxsi layihə, proyekt əsasında tikilmiş evdir. 2 pəncərə bu otağa düşdü. Təsəvvür edin, 2 pəncərəli bu otağımız. Növbəti digər ikinci mərtəbədə yerləşən 4-cü otağımıza daxil olduq. Buranın da kondisioner xətti, 2 pəncərəsi rahat şəkildə havalanma üçün gözəl atmosfer yaradır. Yəni belə çox saylı pəncərənin olması, işıqlı olması evin üstünləri çoxdur. Yəni yanmayan spotları var, işıqları var. Nəzərə alın ki, yaşanmış evdir. Ola bilər ki, bunları almaq az miqdarda vəsait tələb edəcək. O düzələn bir şeydir. Yataq otağı sayımız çox. Bu da sonuncu bir yataq otağı hissəmiz. 5 otağımız, 5-ci otaq hissəmiz. Bu hissədə birinci mərtəbədə 2 dənə geniş otağımız, biri yataq otağı, biri qonaq otağı hissəmiz, biri mətbəx hissəsi. 7 otaqdır ümumi. 7 otağı gördük. Mətbəxdən əlavə. Hələ üstəlik də ki, ikinci mərtəbədə belə bir sanitar qovşaq hissəmiz var. Sanitar qovşaq hissəsi də bu şəkildə. İstəsəniz rahat şəkildə duş kabini də yığdıra bilərsiniz, jacuzzi də qoydura bilərsiniz. Bugünkü standart tələblər nəyə uyğun cavab verirsə, hansı zövqünüzə uyğundursa onu da etmək mümkündür. Üçüncü mərtəbəyə çıxış etdiyimizdə geniş ölçüdə burada bizi bir mansard hissəsi qarşılayır. Çox saylı pəncərələr. 6 pəncərədən ibarət və bir ümumi balkona çıxış geniş ölçüdə 5 şumka olunub. Yəni ki, tam olaraq izolyasiya olunub. 3 qat izolyasiya olunub. Apşifka taxtdan ibarət. Mansard hissənin hündürlüyü də rahat şəkildə hündürdür. Yəni ürək sıxan deyil. Belə bir bilyard masası da var burada. Təmir ehtiyacı var. Bunu da düzəltsəniz, ev sahibi sizə bunu hədiyyə verəcək. Geniş ölçü. Mansard hissəsi 7 otaqdan ibarət. Masa hazırda yerləşir. Yerləşmə yeri əla. Bir sözlə, top dağıtmaz evimiz. Sizin ixtiyarınızda, seçiminizdə belə bir gözəl evimiz var. Əlaqə saxlayın bizlərlə. 055 277 76 02 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Paket kupça sənədli 6 sot torpaq sahəsində 7 otaqdan ibarət. Vaxtları bizə təşəkkürlər. Növbəti çəklərimizi gözləyin. Hələlik, bu da ki balkon hissəmiz. Ətraf tam yaşayışlı. Küçəni də gördünüz. Küçə də asfalt küçə. Təşəkkürlər. Hələlik.